Bilirsiniz ki, birinci qrup blok imtahanında bir isbat sual düşür və bu da sizə 9 bal verir. Buna görə isbat sualların yaxşı öyrənmək lazımdır. Baxaq belə bir suala. Bərabər tərəfli üçbucağın daxilinə götürülmüş nöqtədən tərəflərə qədər olan məsafələrin cəminin həmin üçbucağın hündürlüyünə bərabər olduğunu isbat edək. Əvvəl nə edirəm mən? Burada təpə nöqtədən bu hündürlüklərin çəkildiyi nöqtəyə xətlər çəkirəm. Və bu üçbucaq bölündü 3 dənə kiçik üçbucağa. O 3 dənə kiçik üçbucağın sahələri cəmi böyük üçbucağın sahəsinə bərabərdir. Sahə haqqında aksiyoma görə. Fiqurun sahəsi onun bölündüyü hissələrin sahələri cəminə bərabərdir. İndi baxın bura. Əvvəl bu üçbucağın sahəsinə baxaq. Bu üçbucağın sahəsi nədir? 2/1 AH1. Elədir. Deməli, onun sahəsi oldu nə? 2/1 A vurulsun H1. Üstə gəl. Bu bir üçbucağın sahəsinə baxaq. Bunun da sahəsi oldu 2/1 AH2. Aşağıdakı üçbucağın sahəsinə baxaq. Bunun da sahəsi olur 2/1 AH3. Və bu da bərabərdir ümumi üçbucağın sahəsinə. Ümumi üçbucağın da sahəsi nədir? 2/1 AH. Aydın oldu. Buradan 2/1 A-nı çıxarıram mötərizə xaricinə, qalır H1, üstə gəl H2, üstə gəl H3. Bu da 2/1 AH. Hər tərəfi 2/1 A-ya bölsək, qalacaq H1 üstə gəl H2 üstə gəl H3 bərabərdir ümumi üçbucağın hündürlüyünə. Sonda da onu deyim ki, bizim blok qrupları ilə onlayn dərslərimiz başlayacaq. Qeydiyyat davam edir. Qeydiyyatdan keçmək üçün 055 597 0151 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz.